Vidadi. Ola, Ola. Neçə yaş var? 35. 35 yaşınız var. 35 yaş. Yəni 2008-in 35 yaşından indi 2026-nın 35 yaşını bir dənə müqayisə eləyin gözünüzdə. Adınız nədir? Elşad, Elşad. Elşad kişi. Neçə yaş var? 36. 36 yaş var. İndi görək. Bu şəxsin də 36 yaşı var. Yəni doğrudan da bu aradakı 18 il ərzində insanlar görkəm olaraq yəni çox dəyişib. Həqiqətən yəni, çox inanılmazdır. Adım Fazil, Fazil. Fazil kişi neçə yaşı var? 40. 40 yaşınız var. 40 yaş. Əslində burada bu şəxslərin yəni böyük görsənməyində təbii ki geyimin də çox rolu var. O vaxtın biraz orta yaşlı şəxsləri daha necə deyim, indikinin bir 50-55 yaşındakı kişiləri kimi geyinirdilər. Amma geyimlə yanaşı həmçinin yəni bunu həkimlər falan da belə təsdiq edir ki, insan genetikası ümumiyyətlə çox dəyişib.